Gözəlim ürəkdən sevirəm səni. Peşiman eder beni seven seveni. Yandırdım kalbimi aman, ey kaşları kaman. Beni derde sanan yar, sensiz yaşayabilmem. Ey sevgili canım, gel eşkıya inan. Yandırdım kalbimi aman, ey kaşları kaman. Beni derde sanan yar, sensiz yaşayabilmem. Ey sevgili canım, gel eşkıya inan. Yandırdım kalbimi aman, ey kaşları kaman. Beni derde sanan yar, sensiz yaşayabilmem. Ey sevgili canım, gel eşkıya inan. Azərbaycanın gec-gec xatırlanan adlarını yada salırıq. Az tanınmış həmyerlilərimizin çox maraqlı həyat hekayələri İctimai Radioda. Bu həftə həm geologiya sahəsində, həm də boksda mühüm uğurlar qazanmış həmyerlimiz Professor Ramiz Yusifovun anadan olmasından 90 il ötür. Azərbaycanda bir şəxs var ki, onun adına həm geologiya, həm də boks sahəsində rast gələ bilərik. Həmin şəxsin adı Ramiz Yusifovdur. Ramiz Yusifov hər iki sahə üzrə Azərbaycan tarixində xüsusi yerə malikdir. Təhsilini geologiya sahəsində almış Ramiz Yusifov neft-qaz axtarışları, seysmologiya sahələri üzrə mühüm işlər görüb. Xüsusən də zəlzələ baş vermiş ərazilərdə dağıntıların tez bir zamanda aradan qaldırılması işlərində yaxından iştirak edib. 1984-cü ildə Özbəkistanda qazlı, bir il sonra isə eyni ölkədə Səmərqənd və Buxarada baş vermiş zəlzələlərdə nəticələrin aradan qaldırılması işini həyata keçirib. Ramiz Yusifovun həyatının digər bir hissəsini boks tuturdu. O boksda da elmi fəaliyyətində olduğu qədər uğurlu idi. Ramiz Yusifov nə az, nə çox, düz 5 dəfə Azərbaycan çempionu olub. Həyatının 50 ilinə yaxın bir dövrünü boksa həsr etmiş idmançı 1958-ci ildə SSR İdman Ustası adına layiq görülmüşdü. Ramiz Yusifov uzun müddət Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olub. Bizi istənilən vaxtda istənilən yerdə dinləmək üçün 90fm.az saytı və İTV Mobile tətbiq etməsi var. Sen sevgili Seni sevgin yuxudur, amma mən yuxular görə bilmirəm. Xatırlayıb unudur, səbəbini mən də bilə bilmirəm. Yox etsəm də qürurur, sənə olan hisslərimin sonudur. Sən sevgin mənə bir yuxudur, amma mən yuxular görə bilmirəm. Düşündüm ki fərqinə, kim günahkar məncə sən və səhvlərin. Daha heç vaxt qəlbimə toxuna bilməz artıq sənin o əllərin. Deyirdin ki səbr edər, amma oyuncaq oldu sənin o hisslərin. Və gün gələr tərk edər, nə qədər çağırsan da gəlmədim indi var. Necə dəyişdi həyatımı sənin gedişin, daha get gəlmə gelisən. Qala bildim cismən, ruhumu öldürdün, daha aldanmam. Sənin o sözlərini indi dəyərini başqası bilsin bir anda. Yuxusuz qalanda gec başa düşdüm mən. Səni sevgin yuxudur, amma mən yuxular görə bilmirəm. Xatırlayıb unudur, səbəbini mən də bilə bilmirəm. Yox etsəm də qürurur, sənə olan hisslərimin sonudur. Sən sevgin mənə bir yuxudur, amma mən yuxular görə bilmirəm. Səni sevgin yuxudur, amma mən yuxular görə bilmirəm. Xatırlayıb unudur, səbəbini mən də bilə bilmirəm.
Yok etsem de gururum, sana olan hislerimin sonudur. Sen sevgin mənə bir yuxudur, amma mən yuxuları görə bilmirəm. Qayıtmaq olsaydı həmən o günlərə qayıtmazdım, susub keçərdim heç nəyi bildirmədən. İnanmazdım sənə yazdığım hər oxuduğum o cümlələr. İnan azdı, yenə yalanlar içində sən tək səbəb olmazdın. İndi bax, necə dəyişdi həyatımı sənin gedişin. Daha get gəlmə geri sağ, qala bildim cismən, ruhumu öldürdün, daha aldanmam. Sənin o sözlərində indi dəyərini başqası bilsin bir anda. Yuxusuz qalandım, gec başa düşdüm mən, sənin sevgin yuxudur, amma mən yuxular görə bilmirəm. Xatırlayıb unudur, səbəbini mən də bilə bilmirəm. Yox etsəm də qururum, sənə olan hisslərimin sonudur. Sən sevgin mənə bir yuxudur, amma mən yuxular görə bilmirəm. Sənin sevgin yuxudur, amma mən yuxular görə bilmirəm. Xatırlayıb unudur, səbəbini mən də bilə bilmirəm. Yox etsəm də qururum, sənə olan hisslərimin sonudur. Sən sevgin mənə bir yuxudur, amma mən yuxuları görə bilmirəm. Adı tariximizdə yaşayan, Haqlarında çoxdandır danışılmayan həmyerlilərimizi birlikdə yada salırıq. yaddaşını təzələmək və ya yeni adlar öyrənmək istəyənlər üçün Az tanınmışlar rubrikası birazdan İctimai Radioda. Neyledim ayrılık, güç geldi bize. Sen olup pay verdin her ikimize. Yolumu sallayan deliye döndüm. Yanıldım nereden yarıya böldüm. İndi sen bensiz sen Hasan, yakında yok uzaktasan. Çok yalvardım belki kalarsan. Sen bensiz sen Hasan, yakında yok uzaktasan. Çok yalvardım belki kalarsan. Ayrılıp gidersen hiç yüzümde bilmeden, bu sevgini görmeden çıkıp gelirsen. Ayrılıp gidersen hiç yüzümde bilmeden, bu sevgini görmeden çıkıp gelirsen. Neyledim ayrılık, güç geldi bize. Sen olup pay verdin her ikimize. Yolumuz sallayan deriye döndüm. Yanıldım elden yarıya böldüm. İndi sen bensiz sen Hasan, yakında yok uzaktasan. Çok yalvardım belki kalasan. Bensiz sen Hasan, yakında yok uzaktasan. Çok yalvardım belki kalarsan. Sen ayrılıp gelirsen hiç özünü bilmeden, bu sevgini görmeden çıkıp gelirsen. Ayrılıp gelirsen hiç özünü bilmeden, bu sevgini görmeden çıkıp gelirsen.
Radioda hava haqqında məlumatı dinləyirsiniz. Bugün Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 23-27 dərəcə istilik təşkil edəcək. Azərbaycanın digər şəhər və rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntı olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 26-31 dərəcə isti, dağlarda isə hərarət müsbət 15-20 dərəcə arasında dəyişəcək. Sen hiç kayıtma sen. Kaytarır tengürleri sen. Kaytar ömrümü. Birlerini beş gibi. O sana hiç gerek değil. Gel kaytar eş gibi. O solgun bir çiçek değil. Birlerini beş gibi. O sana hiç gerek değil. Gel kaytar eş gibi. Uzanıp kaldı ellerim, elimde soldu güllerim. Ben sana gayet geldi bilirem, kaytar o hayları ileri. Gel beni ucuz tutma sen, etmişsen hiç kayıtma sen. Kaytar ötezileri sen, kaytar ömrümü. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. Gelmeni ucuz tutma sen, yetmişsen hiç kayıtma sen. Kaytar ötezileri sen, kaytar ömrümü. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. Beni beş gibi, o sana hiç gerek değil. Gel kaytar eş gibi, o solgun bir çiçek değil. O solgun bir çiçek değil. O solgun bir çiçek değil. İctimai radioda bunu dinləmisiniz?
Yerli mentorlar nə gəlib tədris edir? Yerli mentorlar isə bizdə müxtəlif sahələrdə, müxtəlif sektorlarda çalışan, artıq müəyyən bir bacarıqlara sahib olan şəxslərdir ki, onlar qlobal əmək bazarından fərqli olaraq Azərbaycandakı əmək bazarında hansı tələblər var, hansı mühitdə çalışacaqlar, hansı real, belə deyək, user case-lər var ki, onların gündəlik həyatında, belə deyək, qarşılaşdığı məsələlərdir və s. Yəni daha çox onları əmək bazarına adaptasiyaya dəstək olur və ümumiyyətlə, belə deyək, gün ərzində öyrəndiklərini bir praktiki cəhətdən test etməklərinə daha çox Amma bu dəstək. adaptasiya məsələsinə ehtiyac varmı? Yəni bu sahə hər yerdə eyni deyil. Əslində çox ehtiyac var. Çünki ilk əvvəl infrastruktur məsələsi. Məsələn, bizim ilk dalğalarımızda qarşılaşdığımız çox maraqlı və hətta çox gülməli bir məqam var idi. Bizdə mərkəz xüsusi dizaynlar, xüsusi belə deyək, Texniki Universitetin təqdim etdiyi bütün tələblərə uyğun olaraq dizayn olunub və uşaqlar orada gəlir, xüsusi kreslolar, xüsusi böyük oval monitorlar, yəni həm qırmızı, həm mavi komanda üçün təchiz olunmuş, belə deyək də həm xakerlər, həm müdafiəçilər üçün olan fərqli mühitdə tədris alırlar və təsəvvür edin ki, daha sonra biz onları göndərəndə hansısa bir iş yerinə, dövlət qurumuna və s. onların biraz gözləntiləri və real çalışacaqları yerlər Bir arasında baxırlar ki, internet yox. bəli, test edəcəkləri hətta infrastruktur və belə deyək də avadanlıqlar arasında fərqlər olur. Ona görə də onlar üçün çox vacibdir ki, onlar real həqiqətən də infrastrukturlarda fərq nədir, onları da görsünlər. Daha çoxu üçün idarə etmənin əsasları. Hər iş günü günorta saat 1-də İctimai Radioda. Bu məhəbbət canım olsun, gözüm olsun. Eşidirsən söylük sözüm olsun. Bizə ait qoca dünyada varsa, sənin olsun, mənim olsun, bizim olsun. Bizə ait qoca dünyada varsa, sənin olsun, mənim olsun, bizim olsun. Hamı sever, aşık olur. Seni ancak seven olmaz bu kadar birce nefer. Hamı yazar, şair olur. Seni ancak canını kurban eder birce nefer. Mənə sevdan baxışlarını baxırsan sayar. Sana kalbimdeki sevgim çoxalır bir o qədər. Geceler sende benim için darıxırsan sayar. Senin eşkin beni dünyadan alır bir o qədər. Mənə sevdalı baxışlarına baxırsan sayar. Sana kalbimdeki sevgim çoxalır bir o qədər. Geceler sende benim için darıxırsan sayar. Senin eşkin beni dünyadan alır bir o qədər. Bir adam var yüreğimde dokunulmaz. Bu kadar ruhuma hiç kim yakın olmaz. O da sen benim aklımda inan ki. Sana yer olmasın akşam yokum olmaz. O da sen benim aklımda inan ki. Sana yer olmasın akşam yokum olmaz. Hamı sever, aşık olur. Seni ancak seven olmaz bu kadar birce nefer. Hamı yazar, şair olur. Seni ancak canına kurban eder birce nefer. Mənə sevdalı baxışlarına baxırsan sayar. Sana kalbimdeki sevgim çoxalır bir o qədər. Geceler sende benim için darıxırsan
eşkin beni dünyadan alır bir o kadar. Sana sevgim çoxalır dünyalar kadar. Reklamlar. İçtimai Radyo 90 FM. Badamlı'dan yepyeni təravət, limon, laymnane, portakal, təbii mineral suyun sərinliyi, meyvənin balazlı dadı ilə, sərinlə, yenilən, zövq al, Badamlı, adında təravət, dadında təravət. İçtimai Radyo 90 FM. Bugün Viyana'da baş tutacaq 70-ci Avroviziya mahnı müsabiqəsinin yarımfinalında ölkəmizi təmsil edəcək Civanlı ifasında Just Go. Uğurlar. I carried your love inside my heart each day. You said our fire would never fade away. Your name was my dream at night. Your name when I saw the light. Oh, I was yours of the